Xoş gördük əziz dinləyicilər. Bilirsiniz bu günləri Ukrayna-Rusiya müharibəsi barədə Amerikanın 28 maddədən ibarət bir atəşkəs sülh təklifi barədə müzakirələr gedir. Bilirsiniz bu müzakirələr qəbul edilən deyil, bu aydın məsələdir və Avropada bu günləri Kaja Kallas ifasında belə bir açıqlama verdi ki, burada nə Ukrayna var, nə də Avropa var. Ona görə də bu sənədlər bir kağız parçasıdır. Zelenski də bildirdi ki, ümumiyyətlə bu Rusiyanın arzusudur. Amma nə baş verir? Bu günləri zaten buna bənzər hadisələr Trump hakimiyyətə gəldikdə bir-iki dəfə baş vermişdi. Onda Ukrayna vəziyyəti daha ağırdı. Bu günləri bu maddələri Ukraynaya keçirmək mümkündür? Əlbəttə mümkün deyil. Bu hadisə bu formada bitə bilməz. Bu torpaqları ona ver, Zelenskinin belə bir hüququ da yoxdur. Amma əslində qalsa burada da Trump'ın yenə bir Oliver predimenti var. Trump bugün diktatorlardan çox yaxşı işləyir. Demokratlardan da zəhləsi gedir. Çünki demokratlarda pul yoxdur. Avropada hər kəs öz xalqını düşünür və kimsə Trump'ın atasına borclu deyil. Amma bu günləri Bin Salmanı yanına gətirib trilyon dollarla ondan neft ərazilərinə pul qoymağa təşviq eləyə bilir. Ərəb ölkələrini çox gözəl surətdə sağır. Türkiyəni çağırır yanına, Türkiyəni də orada sağır. Və yaxud da ki, Eurofighterlərini 20 milyarddan bahaya satır. Halbuki başqa ölkələrə ucuz satırdı. İngiltərə Türkiyəyə baha satır. Çünki Türkiyənin də artıq diktatorlar sinifinə aiddir və diktatorlarla çox yaxşı pul qazanır. Bugün Maduronu sıxır. Maduronu məhv eləsə, dünya bazarına nefti artıq Venezuelanın neftini çıxartsa, demək olar ki, Trump birinci yerdə olacaq. Yenə də bunlar Oliver predimentidir. İndi yenidən Ukraynanı sıxmaq və yenə də Rusiyadan pul qazanmaq, Avropadan pul qazanmaq, Avropanı sıxmaq. İkinci bir məsələ də mənim məsələrim. Burada məsələ nədir? Əslində qalsa Trump da maraqlı deyil Avropa möhkəmlənsin, Avropa güclənsin. Bilirsiniz ki, bu yaxınlarda mən sizə məlumat vermişdim ki, Berlində bir iclas keçirdi və Avropa artıq Amerika və Çinlə rəqabət aparmaq istəyir. Əgər Ukrayna qalib gələrsə Avropa möhkəmlənəcək və Amerikanın müttəfiqliyinə, Amerikanın onları himayə etməsinə ehtiyac qalmayacaq. Əslində Trump da burada maraqlıdır ki, Rusiya məhv olmasın. Rusiya məhvin astanasındadır. Sanki yenidən onun simasını qorumaq istəyir. Xəbəriniz var, mən bu barədə sizə məlumat verirdim ki, Trump yenə də Putinin simasını qorumaq istəyir. Çünki Avropada Ukrayna möhkəm çıxdıqdan sonra, güclü çıxdıqdan sonra Avropa təhlükəsizlik baxımından artıq güclü bir dövlətə çevriləcək. O həm ki, Rusiyadan ehtiyat edirdi və bugün artıq Ukrayna Rusiyanın qarşısında durub və o güclənərsə Avropa biraz da möhkəmlənər. Əslində burada Trump, yenə deyirəm, Rusiyanın məğlub olmasını istəmir, Ukraynanın daha ciddi surətdə qalib olmasını istəmir. Bugün Ukraynaya kifayət qədər müəyyən yardımlar olunarsa, Ukrayna Rusiyanı çökdürüb və bunu Trump özü də gözəl bilir. Bir Pokrovski istiqamətində 18 ayda vuruşan Rusiya buna qalib gələ bilmirsə, Trump bunu başa düşür. Trump bunu başa düşür ki, bu günləri çökən bir Ukrayna əslində Amerikanın maraqlarına uyğun deyil. Trump'ın maraqlarına əlbəttə ki, uyğun deyil. Amma bütün bunlarla bərabər ona görə də Trump sanki güclənməkdə olan Ukraynanın üzərinə gedir ki, yenə də onu zəifləsin. Çünki Avropa Amerikadan asılı vəziyyətdə qalsın. Avropanı müəyyən mənada öz nəzarəti altında saxlamaq istəyir. Mən bunu bu formada şərh edirəm. Amma bütün bunlarla bərabər əlbəttə ki, Trump'ın öz vəziyyəti də ağırdır. Çünki Epstein sənədləri məsələsi ortaya çıxır. Trump'ın özünə qarşı da böyük bir baskılar var və bütün bunlarla bərabər yenə deyirəm, Trump diktatorları ətrafına yığıb onlardan para qopartmaq istəyir və bütün diktatorlar məhv olmağa layiqdir və bütün diktatura üzərinə hücum edəndə də həmişə diktator buna səbəb olur. Çünki diktatorun yalnız və yalnız öz kreslosunu qorumaq marağı var. Bütün diktatorlar öz kreslosu üçün hər şey verməyə hazırdır. Eyni Ərəb ölkələri də. Təşəkkür edirəm diqqətinizə görə.